Ukraynalı mütəxəssis Anatoliy Demyanenko ilə ilk rəsmi oyununa çıxan Neftçi həm ikinci dövrəyə qələbə ilə başlamaq, həm də ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq üçün Tovuza gəlmişdi. Turanın heyəti qış fasiləsində dəyişikliklərə məruz qalmasına baxmayaraq, komanda həmişə Neftçi ilə görüşə prinsipial yanaşır. Ancaq bu dəfə Neftçi rəqibinə heç cür qapıya yaxınlaşmaq imkanı vermədi. Paytaxt klubu bir neçə epizodda qol vurmağa yaxın oldu. Özü də bu vəziyyətlərin hər ikisində Zaur Tağızadə Branimir Subaşic zərbə mövqeyini çıxartsa da, Serbiyalı son anda dəqiq oynaya bilmədi. Ancaq Subaşicin etmədiyini Elnur Allahverdiyev etdi. 32-ci dəqiqədə Zaur Tağızadə cərimə zərbəsini yerinə yetirərkən uzaq küncdə topa ayaq qoyan gənc müdafiəçi topu tora göndərdi. Qeyd edək ki, bu zaman Turanın qapıçısı Anar Nəzirovun da səhvi qolda rol oynadı. Görüşün ikinci hissəsində də tək qapıya futbol oynayan Neftçi çoxlu qol vəziyyətləri yaratdı. Ardıcıl olaraq Georgi Adamiya, Vadim Baret və qolun müəllifi Elnur Allahverdiyev əlverişli zərbə mövqelərinə çıxsalar da cəhdləri uğursuz alındı. Turanın da nadir hücumları heç bir nəticə verməyincə qarşılaşma elə bu hesabla, yəni Neftçinin minimal hesablı qələbəsi ilə başa çatdı.